Salam əziz izləyicilər, mən Ceyhunə. Bu videonu çəkməkdə məqsədim sizdən gələn sualları cavablamaq. Lazerlə bağlı doğru bildiyiniz yanlışlardan danışmaqdır məqsədim. Belə bir sual gəlmişdi. Lazer bir seansda tükləri tamamən yox edir. Yanlışdır, tüklər fərqli dövrlərdə çıxır. Effektiv nəticəni almaq üçün bir neçə seans mütləqdir. İkinci sual belə idi. Lazer tamamilə tükləri yox edir. Doğrudur, amma bunun üçün mütəmadi seanslar, doğru cihaz və doğru mütəxəssis seçməlisiniz ki, effekti istədiyiniz kimi alasınız. Üçüncü sual, yayda lazer olmaz deyir. Bu tamamilə doğru bir sual deyil, doğru bir iddia deyil. Günəşə çox çıxmırsansa, günəş kremi istifadə edirsənsə, dərin maksimum dərəcədə həssas bir dəri deyilsə, heç bir əks təsir yoxdur və yay boyunca da istədiyiniz qədər seanslara gedə bilərsiniz. Dördüncü sual, lazer ağrılıdırmı deyir. Əslində hissiyat fərqlidir. Yəni hər kəsin ağrını hiss eləmə dərəcəsi fərqlidir. Yeni çıxan lazer cihazlarında da ağrı minimum dərəcədədir. Ona görə rahatlıqla seanslara başlaya bilərsiniz. Beşinci sual, dəri yanar, ləkə qalar. Bu da dediyim kimi peşəkara bağlı olan bir şeydir. Əgər düzgün aparılırsa seans, düzgün mütəxəssis seçmisinizsə, dərəcə sizin dəri tipinizə, sizin həssasiyyətinizə uyğun dərəcədə seçilibdirsə, heç vaxt ləkə qalma riski olmur. Əgər sizin də lazerlə bağlı narahat olduğunuz, öyrənmək istədiyiniz suallarınız varsa, direktdən və ya yorumlardan yaza bilərsiniz. Hər birinizi cavablamağa çalışacağım.